Ölkəmizdə nadir bitkilərin qorunub saxlandığı bir çox təbiət muzeyləri fəaliyyət göstərir. Həmin yerlər rəngarəng bitki örtüyü ilə zəngindir. Belə təbiət qoruqlarından biri də Mərdəkanda yerləşir. İndi biz məşhur xeyriyyəçi və neft milyonçusu Murtuza Muxtarovun Mərdəkandakı bağındayıq. 1895-1920-ci illərdə Murtuza Muxtarov bu bağda yaşayıb. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində fəaliyyət göstərmiş milli burjuaziyanın görkəmli nümayəndələrindən biri olan Murtuza Muxtarovun Azərbaycan neft sənayesinin inkişafında mühüm xidmətləri olub. Ali savad barədə diplomu olmasa belə, istedadlı neft mühəndisi və ixtiraçı kimi şöhrət tapmış Muxtarov özündən sonra Bakıda memarlıq inciləri sayılan əzəmətli binalar miras qoyub. 12 hektar ərazini əhatə edən sözügedən bağ da onun mülklərindən biridir. Deyilənə görə hələ o dövrdə bağı salmaq üçün milyonçu Murtuza Muxtarov yararlı torpaq örtüyünü Lənkərandan gətirmişdi. İndi də o ənənə davam etdirilir. Bağdakı bitkilər Lənkəran şəhərindən gətirilən torpaqda yetişdirilir. Bağ Abşeron yarımadasının şimal-şərqində, Xəzər dənizindən 3 km aralıda, şəhər mərkəzindən isə 40 km məsafədə yerləşir. Bağ öz təbii coğrafi xüsusiyyətinə görə Afrika, Asiya, Avropa və Amerikanın bəzi iqlim zolaqları ilə uyğunluq təşkil edir. Məhz bu səbəbdən də 1926-1945-ci illərdə görkəmli rus botaniki akademik Vavilov bağın iqlimini, torpağını və əkin üçün yararlı xüsusiyyətlərini nəzərə alaraq burada Ümumİttifaq Təcrübə Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya filialını yaradıb. İkinci Dünya müharibəsi illərində dendrari ilə bağlı işlər müvəqqəti olaraq dayandırılıb və əsas diqqət əkilmiş bitkilərin qorunub saxlanmasına yönəlib. 1960-cı ildə isə bağda bir sıra yeni bitki və ağaclar əkilir. 1966-1988-ci illərdə bağda 420 növ ağac və kol bitkisi, bəzək gülləri, respublika florasını təmsil edən 50-yə qədər müxtəlif bitki nümunəsinin öyrənilməsi istiqamətində tədqiqat işləri aparılır. Bu bağın zəngin tarixçəsi ilə əlaqədar daha bir maraqlı fakt. 1924-cü ildə məşhur rus şairi Yesenin bir müddət burada yaşayır və hazırda bağda şairin ev muzeyi fəaliyyət göstərir. Azərbaycanın hansı bölgəsinə gedirsən get, orada tarixdən xəbər verən bir abidə ilə mütləq rastlaşırsan. İnşası hansı əsrə aid olduğu məlum olmayan 4 ədəd yeraltı su kəhrizi də Mərdəkanın qədim tarixindən xəbər verir. Burada Bakının və başqa yaşayış məntəqələrinin küçə və parkların yaşıllaşdırılması, gözəlləşdirilməsi üçün bitkilər yetişdirilir. Bunların sırasında İtaliyadan şam ağacı, İspaniyadan sarıçiçəkli çöl bitkisi olan naz, Avropa zeytunu ağacları və digər nadir bitkilər var. Hazırda Mərdəkan dendrarisi respublikamızda təbii və mədəni flora genofondunun bərpası və öyrənilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən elmi mərkəzlərdən biri kimi fəaliyyət göstərir. Son illərdə bağda yenidən qurma, abadlaşdırma, tikinti işləri aparılıb. Hazırda bağda 1800-ə qədər bitki və ağac növü mövcuddur. Müxtəlif ölkələrin bitki aləmini təmsil edən zəngin bitki kolleksiyaları məhz dendraridə toplanıb. Buranın niyə dendrari adlandırılması çoxlarını maraqlandırır. Bildirək ki, dendrari Yunan dilində işlənən dendra sözündən götürülüb, mənası nadir ağaclar məskəni deməkdir.